Hər kəs məsəl üçün avtomobil var, örnək verirəm. Qabağa çıxmaq üçün təbii ki, dizayn, vizual olaraq fərqləndirmək lazımdır. Eynən. O vaxtı memarlar eləyirdi bunu. Yəni memarlar dizayn eləyirdi. Sonradan isə yavaş-yavaş sənaye dizaynerdə bir sahə ortaya çıxdı. Hansı ki, mənim də əslində məzun olduğum sahə odur. Yəni dizaynla vizual olaraq müştərini belə deyək, cəlb eləmək, müştərinin zövqünə mi desək, artıq tərcihinə təsir eləmək. Okay. Yəni bu həmişə olan bir şeydir. Təbii ki, bu hər zaman işləmir. Hər zaman deyəndə ki, baxır müştəri növünə. Sözün düzü, məsəl üçün əvvəllər çoxlu qəşəng dizaynlar var idi. Biraz söhbət belə deyək də, biraz 10 il əvvəldən gedir. Kitay mal deyəndə, Kitay məhsul deyəndə əvvəl mənfi idi. İndi son 2-3 ildə, yəni artıq Kitay məhsulları bayağı bir texnologiya olaraq qabağa çıxıb. Bəyənirsən dizayner olaraq onların, məsələn, avtomobil dizaynlarının dili Yox, sözün düzü avtomobil dizaynını hələ də bəyənmirəm.